Bir, rol model olmaq. Müəllim öz davranışı ilə şagirdlərə nümunə şəxsdir. Yəni, müəllim necə davranırsa, danışmaq yox. Əgər bir müəllim şagirdə qışqırırsa, şagirdi danlayırsa, təhqir edirsə, hansısa bir formada acılayırsa və sonra şagirdlərin biri-birinə qayğı göstərməli olduğunu deyirsə, şagirdlər onun dediyinə yox, onun elədiyinə baxırlar və onun elədiyini təkrar edirlər. Yəni, bu həm ailədə belədir, həm məktəbdə belədir. Ailədə valideynlər, məktəbdə də müəllimlər şagird üçün rol modeldir, yəni nümunədir. Biz o nümunə əsasında necə davranmalı olduğumuz, kritik vəziyyətlərdə, gərgin vəziyyətlərdə, konfliktlərdə, hansısa bir fərqli situasiyalarda necə davranmalı olduğumuzu valideynlər və müəllimdən öyrənirik.